Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. Bu il yanvar-aprel aylarında ixal edilən kərə yağının 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,2% artaraq 11 manat 90 qəpik təşkil edib. Bu dövrdə Azərbaycanda ithal kərə yağının orta satış qiyməti 23 manat 59 qəpik, yerli kərə yağının orta satış qiyməti isə 20 manat 90 qəpik təşkil edib. Maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı? İqtisadçı ekspert Pərviz Heydərov Kaspı qəzetinin açıqlamasında bildirib ki, qiymət artımının əsas səbəbi ixaldan asılılıq və kərə yağına olan tələbatdır. Mütəxəssis qeyd edir ki, kərə yağı ilə bağlı ixaldan asılı olmağımızın səbəbi isə ölkədə heyvandarlıq sahəsindəki geriləmə ilə bağlıdır. Əgər bu sahədə inkişaf təmin edilməzsə, gələcəkdə qiymət artımının davam etməsi qaçınılmaz olacaq deyə ekspert açıqlamasında bildirib.